Muheymin 2-ci cild. Təhqiq, tərcümə və təlif Mürşid Yusufoğlu. Oruç kitabı. Fitrə zəkatı babı. Məlik Zeyd ibn Əsləmədən, İyad ibn Abdullah ibn Səd ibn Əbi Sərh Əl-Amiridən o, Əbu Səid Əl-Xudrini eşitmişdir, deyirdi. Biz fitrə zəkatını yeməkdən bir sa və ya arpadan bir sa və ya xurmadan bir sa və ya quru pendirdən bir sa və ya kişmişdən bir sa olaraq çıxardırdıq və bu, Nəbi sallallahu aleyhi və səlləmin ölçdüyü, çəkdiyi sa ilə idi. Məlik 774. Digər bir rəvayətdə bizə Sufyan danışdı dedi, bizə İbn Aclən danışdı ki, o, İyad İbn Abdullahı eşidib deyirdi, Əbu Səid Əl-Xudrini eşitdim deyirdi. Biz Rasulullah sallallahu aleyhi və səlləmin zamanında fitrə zəkatını yalnız xurmadan bir sa və ya arpadan bir sa və ya quru pendirdən bir sa olaraq çıxardırdıq. Hümeydi 759. Digər bir rəvayətdə bizə Əbu Xalid Əl-Əhmər danışdı, İbn Acləndən, İbn Əbi Sərhdən, Əbu Səid Əl-Xudridən fitrə sədəqəsi barəsində. Həqiqətən də mən vallahi Rasulullah sallallahu aleyhi və səlləmin zamanında çıxardığımızdan başqasını çıxarmıram. Xurmadan bir sa və ya arpadan bir sa və ya kişmişdən bir sa və ya quru pendirdən bir sa. Əbu Bəkr İbn Əbi Şeybə 10457. Digər bir rəvayətdə bizə Vaqi danışdı, bizə Davud İbn Qays Əl-Fərra danışdı, İyad İbn Abdullah İbn Əbi Sərhdən, Əbu Səid Əl-Xudridən dedi. Biz Rasulullah sallallahu aleyhi və səlləm bizim aramızda ikən fitrə sədəqəsini yeməkdən bir sa və ya xurmadan bir sa və ya arpadan bir sa və ya kişmişdən bir sa və ya quru pendirdən bir sa olaraq çıxardırdıq. Muaviyə bizim yanımıza gələnə qədər biz belə idik. Əhməd 11954. Digər bir rəvayətdə bizə Abdullah İbn Yusuf danışdı, bizə Məlik xəbər verdi, Zeyd İbn Əsləmədən, İyad İbn Abdullah İbn Səid İbn Əbi Sərh Əl-Amiridən o, Əbu Səid Əl-Xudri radiyallahu anhunu eşitmişdir, deyirdi. Biz fitrə zəkatını yeməkdən bir sa və ya arpadan bir sa və ya xurmadan bir sa və ya quru pendirdən bir sa və ya kişmişdən bir sa olaraq çıxardırdıq. Buxari 1506. Digər bir rəvayətdə bizə Abdullah İbn Məsləmə İbn Qanəb danışdı, bizə Davud, yəni İbn Qays danışdı, İyad İbn Abdullahdan, Əbu Səid Əl-Xudridən dedi. Biz Rasulullah sallallahu aleyhi və səlləmin dönəmində fitrə zəkatını kiçik və böyükdən, azad və kölədən, yəni hamının sayı ilə çıxardırdıq. Yeməkdən bir sa, qurutdan, quru pendir bir sa, arpadan bir sa, xurmadan bir sa. Rasulullah sallallahu aleyhi və səlləmdən bu yana belə çıxarmaq da davam edirdik. O vaxta kimi belə çıxardırdıq ki, Muaviyə İbn Əbu Sufyan həc və ya ümrə edən olaraq Şamdan bizim yanımıza gəldi və minbər üzərində insanlarla danışdı. Onun insanlarla danışdıqlarının içində belə deməsi də vardı. Mən elə hesab edirəm ki, Şamlıların buğdasının 2 muddu bir sa xurmaya bərabərdir. İnsanlar da onun bu sözündən sonra fitrə zəkatını verməyi dəyişdirdilər. Əbu Səid Əl-Xudri radiyallahu anhu dedi. Mənə gəldikdə isə nə qədər ki yaşayıram Rasulullah sallallahu aleyhi və səlləmin dövründə çıxardığım kimi çıxardıram. Əsla heç bir şeyi dəyişmədim. Muslim 2246. Digər bir rəvayətdə bizə Hənnət İbn Suri xəbər verdi. Vaqidən Davud İbn Qaysdan, İyad İbn Abdullahdan, Əbu Səiddən dedi. Biz Rasulullah sallallahu aleyhi və səlləm bizim aramızda ikən fitrə sədəqəsini yeməkdən bir sa və ya xurmadan bir sa və ya arpadan bir sa və ya quru pendirdən bir sa olaraq çıxardırdıq. Muaviyə Şamdan bizim yanımıza gələnə qədər biz belə idik. Onun insanlara öyrətdiklərinin içində belə deməsi vardı. Şamın buğdasının 2 muddunun bunun yalnız bir sasına bərabər olduğunu düşünürəm. O dedi, insanlar da onun bu sözünü götürdülər. Nəsai Əs-Suğra 2513. Hədisi Məlik, Təalisi, Hümeydi, Əbu Bəkr İbn Əbi Şeybə, Əhməd, Darimi, Buxari, Muslim, Əbu Davud, Nəsai, İbn Macə, Tirmizi, İbn Xuzeymə, Əbu Əvanə, İbn Carud və İbn Hibban rəvayət etmişdir. Məlik, Nəfidən, Abdullah İbn Ömərdən, Rasulullah sallallahu aleyhi və səlləm Ramazandan fitrə zəkatını insanlara, müsəlmanlardan bütün azad və ya kölənin, kişi və ya qadının üzərinə xurmadan bir sa və ya arpadan bir sa olaraq fərz etdi. Məlik 773. Digər bir rəvayətdə bizə Əbu Usama danışdı. Ubeydullah İbn Ömərdən, Nəfidən,
İbn Ömer'den dedi. Resulullah sallallahu aleyhi ve sellem fitre sədaqasını xurmadan bir sağ veya arpadan bir sağ olarak her bir kul veya azat kiçik veya böyüyün üzerine fərz etdi. Əbu Bəkr ibn Əbi Şeybə 10456. Digər bir rivayətdə bizə İsmail danışdı, bizə Əyyub xəbər verdi, Nafidən İbn Ömərdən dedi. Resulullah sallallahu aleyhi ve sellem Ramazan sədaqasını hər bir kişi və qadına azad və köləyə bir sağ xurma veya bir sağ arpa olarak fərz etdi. O dedi, bundan sonra insanlar onu yarım sağ buğday ile eyni ettiler. Əyyub dedi, Nafi dedi, İbn Ömər Ramazanda fitrə zəkatını həmişə xurma ilə verirdi. Yalnız bir ildə xurma az oldu, tapılmadı, onda arpa verdi. Əhməd 4476. Digər bir rivayətdə bizə Yahya danışdı, Ubeydullahdan dedi, mənə Nafi xəbər verdi, İbn Ömərdən dedi, Resulullah sallallahu aleyhi ve sellem fitrə sədaqasını kiçik, böyük, azad, kölənin üzərinə xurmadan veya arpadan bir sağ olarak fərz etdi. Əhməd 5174. Digər bir rivayətdə bizə Abdurrahman danışdı, Məlikdən, Nafidən, İbn Ömərdən dedi. Resulullah sallallahu aleyhi ve sellem fitrə sədaqasını müsəlmanlardan bütün kişi və qadın, azad və kölənin üzərinə xurmadan bir sağ veya arpadan bir sağ olarak fərz etdi. Əhməd 5303. Digər bir rivayətdə bizə Muhammed İbni Yusuf xəbər verdi, Sufyandan, Ubeydullahdan, Nafidən, İbn Ömərdən dedi. Resulullah sallallahu aleyhi ve sellem fitrə zəkatını hər bir kiçik və böyükdən, azad və kölədən adam başına arpadan bir sağ veya xurmadan bir sağ olarak çıxarılmasını əmr etdi. İbn Ömər dedi, lakin sonradan insanlar onu dəyişdirərək buğdadan 2 mud ilə eyni etdilər. Darimi 1785. Hədisi Məlik, Humeydi, Əbu Bəkr ibn Əbi Şeybə, Əhməd, Darimi, Buxari, Muslim, Əbu Davud, Nəsai, İbn Macə, Tirmizi, Əbu Ya'lə, İbn Xuzeymə və İbn Hibban rəvayət etmişdir. Məlik, Nafidən, Abdullah İbn Ömər öz fitrə zəkatını fitirdən Ramazan bayramından 2 və ya 3 gün əvvəl fitrə zəkatının yanında toplandığı kimsəyə göndərirdi. Məlik 777. Digər bir rəvayətdə bizə Adəm danışdı, bizə Hafs İbn Meysəra danışdı, bizə Musa İbn Uqbə danışdı, Nafidən İbn Ömər radiyallahu anhumədən dedi. Nəbi sallallahu aleyhi ve sellem insanların namaza çıxmasından əvvəl fitrə zəkatının verilməsini əmr etdi. Buxari 1509. Digər bir rəvayətdə bizə Yahya İbn Yahya danışdı, bizə Əbu Xaysəmə xəbər verdi, Musa İbn Uqbədən, Nafidən İbn Ömərdən. Resulullah sallallahu aleyhi ve sellem fitrə zəkatının insanlar namaza çıxmazdan əvvəl verilməsini əmr etdi. Muslim 2242. Hədisi Məlik, Əhməd, Abd İbn Humeyd, Buxari, Muslim, Əbu Davud, Nəsai, Tirmizi, İbn Xuzeymə və İbn Hibban rəvayət etmişdir.